Bakıda taksilərin sərnişinləri mindirən və düşürən zaman dayanma durma nöqtəsi ilə bağlı çətinlik yaşadığı ərazilərdən biri də paytaxtın Nərimanov rayonunda yerləşən Gənclik Molunun qarşısı və ətraf ərazisi idi. Artıq bu çətinlik aradan qaldırıldı və Gənclik Molunun ikinci girişinin yanında müvafiq nişan yerləşdirildi. Nişanın tələbinə əsasən artıq həm taksilər, həm də digər minik avtomobilləri bu nöqtədə 3 dəqiqə ərzində sərnişinləri mindirə və düşürə bilər. Normal qaydada belə bir yer olsa daha doğru artırılsa, yəni taksi şoferinə də rahat olar. Müştəriyə də rahat olar, taksi şoferinə də. Gəlib müştərisini götürüb çıxıb gedər. Əgər belə yer yoxdursa, hələ nətər deyərlərə, qazancıyla da gərmələrə gedir. Əlbəttə ehtiyac vardı. Əvvəl orada əziyyət çəkirdi. 80 manat 2 bal, indi rahatdır. Gəldin, saxladın, müştərini düşürdün, çıxdın, getdin. Daha çox olması istəyərdiniz? Əlbəttə, niyə istəmirik? Metro parkın yanına da eləsələr vəbşə əla olar. Çünki orada da 80 manat 2 baldır. Amma belə parkofalar çox olsa yaxşı olar. Çox gözəldir. 3 dəqiqə gözləyirik, müştərini əyləşir, çıxıb gedirik. Nə cərimə olunuruq, nə də ki bir şey. Yəni təşəkkürlər buna görə. Qeyd edək ki, Gənclik Molunun qarşısı və ətrafında daha çox müşahidə edilən sıxlıq hallarının qarşısını almaq üçün ərazidə kompleks tədbirlər həyata keçirilib. Fətəli xan Xoyski küçəsində zolaqlar silinərək yenidən yaradılıb və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib. Eyni zamanda Gənclik Mola yüksək ziyarətçi axını nəzərə alaraq parklamanın girişində növbələr yaranır. Bu da həm Fətəli xan Xoyski küçəsini, eyni zamanda avtobus zolağını bloklayırdı. Biz həyata keçirdiyimiz layihə çərçivəsində Gənclik Molun girişində drop-off məntəqəsi, yəni mindirib düşürmə zonası yaradıldı və geriyə dönmə yeri təkmilləşdirildi. Beləliklə nəqliyyat vasitələri həmin zonaya daxil olaraq həm vətəndaşları mindirib düşə bilərlər, həm də rahat şəkildə geriyə dönmə manevrini edib ərazini tərk edə bilərlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə taksi duracaqlarının sayı da artırılacaq. Hazırda qeyd edim ki, Tbilisi prospektində mindirib düşürmə zonaları təşkil olunub. Eyni zamanda şəhərin əsasən cəlbetmə məntəqələri hesab olunan universitetlər, ticarət mərkəzləri və metroların yanında avtobus zolaqlarının alternativ yollarda bu duracaqlar təşkil olunur ki, taksi sürücüləri də rahat şəkildə bu yerlərdən istifadə edərək həm vətəndaşları mindirib, həm də düşürdə bilsinlər. Qeyd edək ki, hazırda Bakı şəhərində 130-dan çox taksi duracağı var.